Durasan saatlerlə balıqların üzməyini izləyəsən. Görsünüz. Göl. Əsl göldə balıq olur. Əllə də götürmək olur. O qədər yaxındır ki, əlimi uzatsam tutacam. Bizdə Xalxal var, Uğuzda, Azərbaycan Uğuz şəhərində. Orada bu tip bir göl yaradıblar, süni göldür. Və balıqlar da özləri çalışırlar içine atsınlar. Orada bu qədər balıq təbii ki sağ qala bilmir. Çünki burada çay da var. Göl çaya axır deyə təmiz qalır. Yuxarıda şəlalə axır, tökülür çaya. Çay gölün arxa tərəfindədir, buradan görünmür. Bunlar çirk değil, köpüydü. Gölün dibi görünür. Baxın, riflər görünür. Ağaclar görünür, altta daşlar var, o görünür. Qaya daşları görünür. İndi sizə dağı göstərim. Dağ məndən uzaqdadır, amma çox yaxın görünür. Mənim balkonumdan o dağın başı görünür. Keçən il Trabzona getmişdim. Orada da belə bir meşə var idi, amma orada bu hava yox idi. Rütubətə görə, rütubət dəhşət çoxdur Trabzonda. Ona görə bu hava yox idi. Səhər saat 8-ə qalır. Hələ səhər yeməyi verilməyib. Gəzintiyə çıxmışam. İnsanlar yoxdur. Bir dənə ailə var Yapon gölün qırağında. Başqa heç kim hələ oyanmayıb. Ona görə ətraf ərazilər belə boşdur. Bura Hacı kəndə biraz oxşayır. Amma fərqlidir təbii ki, çox fərqlidir. Amma burada gəzəndə o bu havanı xatırladım. İnanırsınız oranı da belə təmir eləsələr, buradan qəşəng olar. Bizdə görməmişəm, amma burada yerə taxta tökürlər. Yəni bizdə torpaq olur. Amma bunlar torpağın üstündə taxta tökürlər. Bilmirəm niyə görə. Məncə ayaq çirklənməsin deyə, torfa yapışmasın deyə belə eləyirlər. Yəni bizdə bu qədər taxta yəqin ki yoxdur da. Bunlarda taxtadan boldular. Pulsuz yerlərdə hər yerdə taxtadan, təmiz taxtadan skameykalar qoyublar. İndi taxtanı belə səliqə ilə kəsiblər, tökürlər yerə.
burada bir an olmamışam. Bugün geldim gezmeye. Lənkəranda da belə bir yer var. Ama orada sönü yaradıblar. Dağı yox, amma belə ətrafı, torpağı, yaşıllığı sönü yaradıblar. Keçən il orada getmişdim. Balacadır. Otelin arxasında balaca bir yer var. Hamı bilmir. Kim bilirsə gedir, gəzir. Təbiəti oxşar deyə bizə. Biz İsveçrəni qaldırırıq dağın başına, öz yelkəmizi salırıq aşağı, amma elə deyil. Təbiəti bizə çox oxşayır. Yəni demirəm, pisdir, yaxşıdır, çox yaxşı. Amma alıram Azərbaycanın qoxusunu buradan. Bir də Qubada meşə parkı var. O da Quba Palasının ərazisindədir. O yadıma düşdü, amma orada taxta tökmürlər yerə. Orada yarpaqlar tökülür, yarpaqlar qarışır olur torpaq. Quba Palasının ərazisindəki meşə parkı var. Orada nə vaxt gedirsən, elin istənilən fəslində yerdə yarpaq olur. Burada da var məsələn. Mən belə başa düşdüm ki, bunlar taxtanı insan gəzən əraziyə töküblər. Elə bir pol yaradıblar burada. Döşəmə kimi eləyiblər ki, rahat gəzək. Çünki ətrafda tökməyiblər. Həqiqətən rahatdır gəzmək. Pilləkən də var burada qabaqda. Qayadan pilləkən var. Əslində mən qısa videolar çəkirdim. Amma indi içimdən gəldi ki, bunu sizinlə bölüşüm. Buranı mən araşdırıb tapmışam. İsveçrənin ortasındadır bura. Almanların yaşadığı yerdə, Alman dilində danışırlar və Almanya tərəfdir. Ona görə Almanya tərəf həmişə dəqiq, səliqəli, təmiz belə olur. Alman dilində danışırlar həm də buradakılar. Adətən kimdənsə soraqlaşıb gedirlər ki, yaxşıdırsa mən də gedim. Amma məndə belə bir xasiyyət var. Ümumi insanların xoşuna gələn bir yer mənim xoşuma gəlməyə bilir. Ona görə mən öz araşdırma gücümə güvənib özüm araşdırıram. Təbii ki, süni intellektdən də maraqlanmışam, amma onun hər dediyini təbii ki, eləmirəm. Mən araşdırdım ki, İsveçrədə dağlıq zonalar hansıdır? 2 dənə məşhur yer var. Grindelwald, Interlaken. Bu göl ətrafı ərazi belə adlanır, Interlaken. Brinz gölü var orada. Brinz gölünün yanında da bir otel götürdüm. Ucuz götürdüm mən. O biri başı daha maraqlıdır. Mən götürdüyüm o biri başı. Amma avtobusdan getmək olar ora. Amma mən araşdıranda, forumlarda falan yazılara baxdım. Gördüm ki, Blausee'də, yəni mən indi olduğum yerdə insanlar daha çox zövq qalır. Çünki bura insana özün xüsusi hiss elətdirir. Amma Brinz gölünün ətrafında, həmin ərazidə insan özün xüsusi hiss eləmir. Çünki lap elə göldə çimsən də, piyajda da milyonlarla insan gəlir çimir. Amma burada insan özün fərqli hiss eləyir. Elə bir inzivaya çəkilirsən. Yenilənmə yaşayırsan, ruhun yenilənir. Təzə bir insan kimi buradan çıxırsan. Yəni, mənə bəxş etdiyi təsir budur. Ola bilər kiminsə göldən xoşu gəlmir, dənizdən xoşu gəlir. O şəxsi fikridir o həmin insanın. Amma mənim şəxsən göl, dağ ərazisi xoşuma gəlir. Ona görə yayda belə dağlıq ərazilərə gedirəm.
demək olar ki, otelə yaxınlaşmışam, amma əks tərəfdəyəm hələ ki. Buradan istəyirəm dönüm qayıdım. Otel o birisi tərəfdədir. Mənsə meşədəyəm. Dünən tapa bilməmişdim yolu. Sən demə yuxarıdan imiş, yox. Bir səhifə var, İsveçrənin mənzərələrini göstərirlər. O səhifəyə də baxa bilərsiniz. Orada maraqlı yerlər var, bizim eşitmədiyimiz, amma çox gözəl olan yerlər. Mən onu rəy bölməsində paylaşacağım.